Salam dəyərli gənclər, xoş gördük. Bugün biz kvadrat köklər əqüslü qüvvət mövzusuna baxacağıq. Birinci sualda verib ki, hansı münasibət doğrudur? Gəlin baxaq. AB kubunun kvadratı bizə nəyi verəcək? A kvadratı B üstü 6-nı verəcək. Burada yəni kvadrat yazılmayıbdır. Ona görə birinci səhvdir. İkinci A üstü 8 üstü mənfi 2, A üstü mənfi 16-nı verir. Burada səhvdir. C variantı A üstü 5 üstü 3 bizə verir A üstü 15-i. D variantı A üstü 5 bölü A üstü mənfi 5 bizə verəcək A üstü 10-u. Y variantında isə A üstü 5 A üstü mənfi 19-a vuranda üstlər toplanır və A üstü mənfi 14 alınır. Yəni düzgün cavabımız Y variantıdır. İkinci sola keçid alırıq. Kök 15 ədədi hansı iki tam ədəd arasında yerləşir? Biz bilirik ki, kök 15 3 ilə 4 arasında yerləşir. Niyə? Çünki hər tərəf kvarta yüksəltsəz 9 kiçikdir 15, kiçik 16 bərabərsizliyi ödənəcəkdir. Buradan da düzgün cavab olacaq B variantı. Kök 27 ədədisə 5 ilə 6 arasında yerləşir. Çünki 5-in kvadratı 25, 6-nın kvadratı 36-nı verir. Dördüncü suala baxırıq. Kök altda 0-dan 181-dən çıxır 0,9. Kök altda 25-dən çıxır 5. Kök altda 0-dan 116-dan isə 0,4 çıxır. 0,9-u vuranda 0,4-ə 0-dan 136 vurulsun 5. Bu da eləcək 1,8. Düzgün cavabımız olacaq B variantı. Gəldik 5-ci suala. Kök 50 bölü kök 49. Kök 49-dan bilirik ki 7 çıxır. Bunu yazıram. Kök 50 bölünsün. Kök 49. Kök 50 kök 25 vur kök 2. Yəni 5 kök 2 bölünsün 7 şəklində yazıla bilər. O da olacaq D variantı. 6-cı sualda kök altda 3 üstəgəlsin kök altda 36. Kök altda 36-dan 6 çıxır. Qalır kök altında 3 üstəgəl 6. 3 üstəgəl 6 kök altda 9-u verir. Kök 9-dan nə çıxır? 3 çıxır. 7-ci suala baxın. Kök 35-in kvadratı çıxılsın 28-in kvadratı. Bunu yazıram. Muxtasar düsturu ilə yazıram. 35 çıxılsın 28 vurulsun. 35 üstəgəlsin 28. Bu da mənə verir. Kök altında 7 vurulsun 63. Yaxşı. Kök altda 7 vur 63. Onu da yazıram kök altda 7 vurulsun. 7 vur 9. Yaxşı. 7 vur 7 49. Yəni kök 49-dan nə çıxır? 7. 9-dan nə çıxır? 3. 7 vur 3 neçə eləyəcək? 21. Düzgün cavab olacaq D variantı. 8-ci sualda 2 kök B üstəgəlsin 6 kök B bizə verəcək 8 kök B-ni. 9-cu sualda 3 kök 44 bölünsün 4 kök 99. Mən bunu yazıram 3 vurulsun. Kök 4 vur. Kök 11 bölünsün. 4 vurulsun. Kök 9 vur. Kök 11. Buradan kök 11'lər getdilər. Qaldı 3 vur 2 bölünsün. 4 vur 3. Bunlar da gedir 2 böl 4. Yəni 2-də 1 qalır. 10-cu sualda kök 18 böl kök 2 bizə verir kök 9-u. Kök 9-dan nə çıxır? 3 çıxır. Burada kök getdilər ixtisar aparsaq. 7 böl 21 qalır. 3-də 1. 12-ci suala keçid alırıq. 12-ci sualda bizə deyir ki, 4 vurulsun 10 üstü mənfi 3. Yəni, ədədin üstü mənfi ədədin tərsi deməkdir. Bu deməkdir ki, 4 bölünsün 10 üstü 3. Düzdürmü? Üstə gəlinsin 2 bölünsün 10 üstü 1. Üstə gəlinsin 5. Üstə gəlinsin 3 vur 10-un kvadratı bizə nəyi verir? 300-ü. Yaxşı, 300 ilə 5, 305 tam. Deməli, 2 bölü 10, 0-dan 10-dakı eləyir. 4 bölü 1000, 1000-də 4 eləyir. Yəni, 305 tam 1000-də 204 edəcəkdir. Düzgün cavab olacaq Y variantı. 13-cü suala baxırıq. 5 vur 10 üstü mənfi 3, yəni 5 bölünsün 1000. Üstə gəlsin 3 vur 10 üstü mənfi 2, 3 böl 100 verir. Üstə gəlinsin 2, üstə gəlinsin 400. Bu da olacaq 402 tam 1000-də 35. 14-cü suala baxırıq. Maraqlı sualdır 14-cü sual. 14-cü sualda bizə deyir ki, ən böyük ədədi göstərin. Yadda saxlayın. 0-1 aralığında yerləşən ədədlərin qüvvəti böyüdükcə ədəd neyinir? Kiçilir. Məsələn, tutaq ki, 0,2-nin kvadratı nəyi verir bizə? 0,4-ü. Amma 0,2-nin kubu nəyi verir? 0,8 verir.
Yəni ədədin qüvvəti artdıqca ədəd nə edir? Kiçilir. Bizə burada ən böyük ədədi tap deyir 14-cü sualda. Deməli qüvvəti kiçik olanı götürməliyik. Qüvvəti kiçik olan hansı olacaq burada? Ən kiçik qüvvət bizdə C variantıdır. 0,2 üstü 6-da 1. Yəni biz bilirik ki, həqiqi üslü qüvvət n dərəcənin kökün xassəsinə görə n dərəcədən A üstü m bərabərdir A üstü m bölünsün n-ə. Və mən də burada C variantını görürəm ki, 6-cı dərəcənin kök altında 0,2, 0,2 üstü 6-da 1-dir. Yəni qüvvəti ən kiçik olan ən böyükdür. Onu da deyim ki, bu ədəd yəni 1-dən böyük olsaydı, əksinə qüvvəti böyük olan böyük olacaqdı, qüvvəti kiçik olan kiçik olacaqdı. 15-ci sualda isə dərəcələr bərabərdir. Ona görə bunların içində hansı ən böyüksə, o da böyük olacaq. Yəni 0,18 digərlərindən böyükdür. Ona görə ən böyük ədədimiz A variantı olacaq. 16-ya baxırsınız. Burada isə ədəd 1-dən böyükdür. 1-dən böyüksə, ən kiçik ədəd göstərilirsə, dərəcəsi, yəni baxırıq kökü ən böyük olan ən kiçik olacaq. Yəni 6-cı dərəcədəndir. Qüvvəti kiçik olan kiçik olacaq. Baxın, ən kiçik qüvvət 2 üstü 6-da 1-dədir. Fikir verdiniz 13 ilə 16-nın fərqinə. 17-ci sualda isə, baxın, bayaq dediyim kimi, ədəd 0-1 aralığında yerləşir, 0,3-dür. Ən böyük ədədi göstərindir. Qüvvəti ən kiçik olanı götürəcəyik. Qüvvəti ən kiçik olan hansıdır? Təbii ki, budur. Yəni 10-cu dərəcədən 0,3 bərabərdir 0,3 üstü 10,1. Yəni burada 10,1-dən kiçik ədəd qüvvət yoxdur. Ona görə cavab olacaq C variantı. 18-ci suala baxırıq gənclər. 18-ci sualda 4 kök 18. Yazıram 4 vurulsun, kök 9 vurulsun, kök 2. Düzdürmü? Çıxılsın, kök altda 16 vur, kök 2. Çıxılsın, kök altda 4 vur, kök 2. Kök 8 ilə yazdıq. Kök 9-dan nə çıxır? 3 çıxır. 4 dəfə 3, 12, kök 2. Çıxılsın, 16, kök 16-dan 4 çıxır. 4 kök 2 çıxılsın, 2 kök 2. Bizə verəcək 7 kök 2-ni. Düzgün cavabımız olacaq. Üzr istəyirəm, 6 kök 2. Çünki 12-dən 4, 8, 8-dən 2, 6. Düzgün cavabımız olacaq 6 kök 2 A variantı. 19-cu suala baxaq, biraz tezləşdirək. Kök 45-dən çıxır. Kök 9 vur, kök 5 yazsam 3 kök 5. 4-ü 3 kök 5-ə vuranda olacaq 12 kök 5. Bura oldu 10 kök 5. Üstə gəlsin. Kök 20 yazıram. Kök 4 vur, kök 5. 2 kök 5. Çıxılsın. Kök 80-i 16 vur 5 yazsam 4 kök 5. Bu olacaq 8 kök 5. 12-dən 2, 14. 14-dən 8 çıxanda 6 kök 5. Düzgün cavab olacaq B variantı. 20-ci suala keçid alaq. Deməli 2 kök 147. 147-ni mən nə yaza bilərəm? 2 kök altında 49 vurulsun 3. Yəni kök altında 49 vur, kök 3. Çıxılsın. 3 kök 12-ni yazıram. Kök 4 vurulsun, kök 3. Kök 27-ni yazıram. Kök 9 vurulsun, kök 3. Baxın, kök 49-dan nə çıxır? 7. 2 dəfə 7, 14. Eləcək 14 kök 3. Çıxılsın. Kök 4-dən nə çıxır? 2. 6 kök 3. Çıxılsın. Kök 9-dan nə çıxır? 3. 9 kök 3. Baxın. 14 kök 3-dən 6 kök 3 çıxanda 8 kök 3. 8 kök 3-dən 9 kök 3 çıxanda qalır nə? Mənfi kök 3. Düzgün cavabımız olacaq C variantı. 21-ci suala keçid alırıq. 21-ci sualda 5 kök 24 yazırıq. 5 kök altda 4 vur, kök altda 6. Çıxılsın. Kök 96-nı yazırıq. Kök 16 vur, kök altda 6. Kök 150-nə yazırıq. Kök 25 vur, kök altda 6. Yaxşı. Buradan nə çıxır? 10 kök altda 6 çıx. 4 kök altda 6 çıx. 5 kök altda 6. Olacaq nə? 10 kök altda 6-dan 4 kök altda 6 çıxanda 6 kök altda 6. Çıx 5 kök altda 6 eləyəcək. Kök altında 6. Düzgün cavabımız olacaq C variantı. 22-ci sualda isə biz bilirik ki, belə bir xassə yazmışdıq. N-ci dərəcənin kök altda A üstü N-dən A da çıxa bilər. Modul A da çıxa bilər. Nə zaman A çıxır? N tək olanda. Nə zaman modul A çıxır? N cüt olanda. İndi 4-cü dərəcənin A üstü 4-dür. A müsbət olduğuna görə burada işarəmiz dəyişməyəcək. Olacaq nə? 3A çıxılsın modula. Bəli. A da böyük 0 modulun xassəsinə görə işarəmiz dəyişməli oldu. 3A çıxa eləyəcək 2A. Düzgün cavabımız olacaq D variantı. Amma 23-cü sualda, baxın 23-cü suala. 23-cü sualda isə
A sıfırdan kiçikdir. Yəni burada işarə dəyişəcək. 2A üstə gəlsin modula. Moduladan A sıfırdan kiçik olduğuna görə mənfi çıxır. Gördüyünüz işarə dəyişdi olacaq. 2A çıx A. Yəni bu bizə verəcək A-nı. Düzgün cavabımız olacaq A variantı. 24-cü suala keçid alırıq. Burada isə B müsbətdir. Olacaq 3B çıxılsın modul B. Yəni B müsbət olduğuna görə modul B-dən B çıxır. Qalır 2B. Yəni düzgün cavab olacaq B variantı. 25-ci sualda B mənfidir. 5B üstə gəlsin modul B. Modul B-dən mənfi B çıxır. Ona görə 5B çıx B olacaq nə? 4B. Düzgün cavab olacaq C variantı. 26-cı suala keçid alırıq gənclər. 26-da deyir ki, kəsir məxrəcin rasional nazil edin. Biz bilirik ki, məxrəci rasional nazil etmək üçün surət və məxrəci məxrəcin qoşmasına vurmaq lazımdır. Yəni 3 bölünsün 2 kök 3-ü surət və məxrəcini kök 3-ə vururuq və surətdə 3 kök 3, məxrəcdə isə 2 vur 3 alınır. 3-lər ixtisar qaldı kök 3 bölünsün 2. Düzgün cavabımız olacaq B variantı. 27-ci suala baxırıq dəyərli gənclər. 7 bölünsün 4 kök 7-dir. Buradan biz surət məxrəci kök 7-nin qoşmasına, yəni kök 7-yə vursaq, alınacaq 7 kök 7 bölünsün. 4 kök 7 vurulsun kök 7. Kök 7 vur kök 7 7 eləyir. 7-ləri ixtisar aparsam nə qalacaq? Kök 7 bölünsün 4 qalacaq. Yəni düzgün cavabımız olacaq A variantı. 28-ci suala keçid alırıq. Deməli 28 yazılıb 9,6 vurulsun 10 üstü mənfi 15 bölünsün. 3,2 vurulsun 10 üstü mənfi 18. Deməli 9,6-nı 3,2-yə bölən neçə eləyəcək? 3 eləyəcək. 10 üstü mənfi 15-i 10 üstü mənfi 18-ə böləndə 10 üstü müsbət 3 eləyəcək. 3 vur 10 üstü 3. Düzgün cavab olacaq B variantı. 29-cu sualda 2,8 vurulsun 10 üstü 3 vurulsun 2,5 vurulsun 10 üstü mənfi 5'dir. Buradan 2,8'i 2,5'ə vurmalıyam. Bu olacaq 1,10'da bir dəqiqə. Deməli 5'ə vurub 2'yə bölməliyəm. 2,8'i 5'ə vuranda neçə eləyir? 14, 7. Deməli 2,8'i 2,5'ə vuranda 7, 10 üstü mənfi 2. 7 vur 10 üstü mənfi 2 D variantı. 30-cu suala baxırıq. Kök altda 16A kvadratı B-dir. Buradan çıxır 4 modul A B. A mənfi olduğuna görə modul A-dan mənfi A çıxacaq. Cavab olacaq mənfi 4AB. 31-ci suala keçid alırıq. 8 üstü 3-də 2-ni yazıram. Yəni bu şəkildə yazıram. 8-i 2-nin kubu üstü 3-də 2 yazıram. Üstə gəlsin. 125-i 5-in kubu üstü 3-də 1 yazıram. Və 64'ü də 4'ün kubu üstü 3'də 1 şəklində yazıram. Buradan alınır ki, qüvvətin qüvvəti qüvvətlərin asilinə bərabərdir. Yəni 2 üstü 3 üstü 3'də 2 olacaq. 2'nin kvadratı üstə gəlsin. 5 çıx 4. O deyiləcək müsbət 5. Yəni düzgün cavabımız olacaq B variantı. Eyni də 32-ci sualda yaza bilərik. 32-ci sualda isə 27-ni yazıram 3'ün kubu üstü 3'də 2. Çıx 4 yazıram 2'nin kvadratı üstü 2'də 1. 8 yazıram 2'nin kubu üstü 3'də 1. Və buradan alınır 3'ün kvadratı çıx 2 üstə gəlinsin 2. Burada da qalacaq 9. Düzgün cavabımız olacaq C variantı. 33-cü suala keçid alaq. 25 kök altda 0,19. Kök altda 0,19'u mən necə yaza bilərəm uşaqlar? Yaza bilərəm 0,9 vurulsun 10. Çıxılsın 36 vur 10 da bunu yazıram. 360'ı. Aha, 25 vurulsun. 0,9'dan kök nə çıxır? 0,3. Kök 10 qalır kökün altında. 36'dan nə çıxır? 6. Olacaq 6 kök 10. Yaxşı. 25'i 0,3'ə vuranda 7,5. 7,5'dən də 6'ın çıxanda 1,5 kök 10. Düzgün cavabımız olacaq A variantı. 34'ə baxırıq gözəl gənclər. Yazırıq kök altında 34 vurulsun 8 vur 17'dir. 34'ü parçalayıram yazıram.
2 vur 17 vur 8 vur 17. Gördüyünüz kimi 17 vur 17, 17-nin kvadratı kökdən nə çıxır? 17. 2 vur 8-də 16, kökdən çıxır 4. 17 vur 4 eləyəcəyinə 68. Düzgün cavabımız olacaq Y variantı 68. 35-ə baxırıq. 35-də də eyni qaydadır. 8 vurulsun, 13 vurulsun 26-dır. 26-nı yazıram, 13 vur 2. Kök altda 13 vur 13-dən 13 çıxır. 8 vur 2-dən 16-dır. Kök 16-dan da 4 çıxır. 13 vur 4 eləyəcəyinə 52. 36-ya baxırıq. 36-cı sualda isə sadələşdirməli birinci ədədləri vuraq bir-birinə. 9-u 3 üstü mənfi 1-ə vuranda, yəni 9 bölü 3. X kubunu x üstü mənfi 2-yə vuranda x. Y üstü mənfi 2-ni y üstü 3-ə vuranda y. Yəni düzgün cavab olacaq 3xy. 37-ci sualda bayaqki sualın oxşarıdır. 10 vur 5 üstü mənfi 1 2 eləyir. A üstü mənfi 2-ni A üstü 3-ə vuranda A eləyir. 2A B-nin kvadratı. Cavab olacaq A variantı. 2A B-nin kvadratı. 38-ə baxırıq. Deməli, surətdə A üstü mənfi 6, məxrəcdə A üstü mənfi 5-dir. Olacaq A üstü mənfi 6 bölünsün. A üstü mənfi 5 bizə verəcək A üstü mənfi 1-i. Yəni 1 böl A-nı. A da 3-də 1-dir. 1-i də 3-də 1-ə böləndə neçə eləyəcək? 3 eləyəcək. 39-cu sualda A üstü mənfi 9 bölünsün. A üstü mənfi 7-dir. A üstü mənfi 9-u A üstü mənfi 7-yə böləndə A üstü mənfi 2-ni verir. Deməli, bu 1 böl A kvadratı deməkdir. A da 2-də 1-dir. 1 böl 2-də 1-in kvadratı bizə nə verəcək? 4-ü verəcək. 40-cı sualda 6-cı dərəcədən kök altdan mənfi 3 üstü 6. Biz demişdik ki, belə bir şey demişdik. N-ci dərəcədən kök altda A üstü N-də N cütdürsə modul A çıxırdı. N təksə eləcə A çıxırdı. Burada cüt olduğuna görə modul A çıxacaq, yəni müsbət 3 çıxacaq. 41-də də eyni ilə cüt dərəcədəndir, yəni 4-cü dərəcədən mənfi 5 üstü 4-dür. Cavab olacaq müsbət 5. Amma 42-də gördüyünüz kimi dərəcə təkdir. N tək olduğuna görə cavab olacaq nə? Mənfi 11. 43-cü sual keçid alırıq. Kök 2 üstü 8. Bu bizə verir 2 üstü 4-ü. Niyə? Çünki bu kökün burada dərəcəsi var. İkinci dərəcə yazılmır o. Bu 2 ilə 8 ixtisar gedir. Nə qalır? 2-nin üstü 4 bölünsün 32. Yəni 16 bölü 32-ni bizə verir. 16 bölü 32 də bizə nəyə verəcək? 2-də 1-i. D variantı. Burada da yenə nə olacaq? Kök 3 üstü 4 bizə verəcək 3-ün kvadratı. Yəni 2 ilə 4 ixtisar gedir. Qalır 3-ün kvadratı bölünsün 18. Yəni yenə 2-də 1 olacaq. Eyni ilə burada da olacaq 2-nin kubu bölünsün 32. Yəni 8 bölü 32 bizə nəyi verəcək? 4-də 1-i verəcək. 46-cı suala baxaq. Ədədləri müqayisə eləməliyik. 16 üstü 4-də 1 bizə verir 2 üstü 4 üstü 4-də 1-i, yəni 2-ni verir. 81 üstü 4-də 1 bizə verir 3 üstü 4 81 elədiyinə görə 3 üstü 4 üstü 4-də 1, yəni 3-ü verir. Digər ədədimiz də 4-dür. 4 yazıram 2-nin kvadratı üstü 2-də 3, o da bizə verir 2-nin üstü 3, yəni 8-i. Buradan belə çıxır ki, ən böyüyü C-dir, sonra B-dir, sonra A-dır. Yəni ən kiçiyimiz A oldu. A kiçikdir B-dən, o da kiçikdir C-dən. Mən 46 yazmışam, B variantıdır burada. 47-də də oxşar məsələdir. 47-də A 8-in üstü 3-də 2-dir. Bunu yazıram 2-nin kubu üstü 3-də 2 bizə verir 2-nin kvadratı, yəni 4-dür. B bərabərdir 125 3-də 1, yəni 5-in kubu üstü 3-də 1 eləyəcəyinə 5. C də bərabərdir 3-ün kubu üstü 3-də 1, yəni 3. Deməli B böyükdür A-dan, o da böyükdür C-dən. Yəni düzgün cavab olacaq burada da B variantı. 48-ci suala keçid alırıq. Bərabərliklərdən hansı doğrudur? Kök altda mənfi 14-ün kvadratından 14 çıxır, doğrudur. Buradan mənfi 14 çıxmalıdır. B variantında səhv yanlış məsələ odur. Buradan 2 vur 7, 14 eləyir, 16 yazılıb, səhvdir. Burada deyim ki, mənfi olmalıdır, bu da səhvdir. Burada kök 49 böl kök 4, yəni 7 böl 2 eləməlidir, 3,5. Burada isə Y variantında isə bizə deməli 3-cü dərəcədən kök 8-dən 2 çıxır, 3-cü dərəcədən 27-dən 3 çıxır, 2 vur 3 eləyəcək 6. Bu da yanlışdır. Düzgün cavabımız A variantıdır gördüyünüz kimi. 49-cu sualda bərabərliklərdən hansı doğru deyil? Birincidə elə A variantı yenə doğru deyil. Çünki burada müsbət 12 çıxmalıdır, mənfi 12 çıxıb. 50-ci suala baxın. Kök altda A kub bölünsün, kök altda A üstü 4. Bu bizə verəcək 1 böl kök A-nı. Nəyə görə? Baxmaq istəyirsə baxaq. Yəni kök altda
A kubu bölünsün kök altı A üstü 4. Bunu eyni dərəcədən altında A kubu bölünsün A üstü 4 şəklini yaza bilərsiniz. Bu da kök altından 1 böl A və yaxud da 1 böl kök A deməkdir. Gəlib baxırıq 51-ci suala. 51-ci sualda isə 3-cü dərəcədən kök altında A bölünsün A üstü 4-dür. Bu bizə verir 3-cü dərəcədən 1 böl A-nın kubunu. O da A kubundan 3-cü dərəcə gedir. Qalır nə? 1 bölünsün A. Düzgün cavabımız olacaq B variantı. Davam eləyək, 52-ci suala baxaq. A mənfi olanda ifadənin hansı mənası var? Biz bilirik ki, cüt dərəcədən kök altı ifadənin qiyməti, yəni kökün altı, sıfırdan böyük bərabər olmalıdır. Ona görə düzgün cavab olacaq B variantı. Çünki burada kök altdadır, mənfi qiymət qoysa mənası olmaz. Burada kök altda kubudur, yenə də mənası olmayacaq. Burada isə A kvadratı müsbət olur. Mənfiyə vuranda yenə kökün altını, yəni cüt dərəcədən kökün altını mənfi edir. Buna mənası olmaz. 53-cü sualda da yenə deyir A mənfi olanda hansı ifadənin mənası var? Təbii ki, C variantı. Mənfi 6-nı mənfiyə vuranda müsbət eləməlidir ki, mənası olsun. Gəldik 54-cü suala. Kök 5 vur kök 12 kök 60 eləyir. Kök 60-ı da kök 20-yə böləni neçə eləyəcək? Kök 3 eləyəcək. Düzgün cavab olacaq D variantı. 55-ci suala kök 8 vur kök 6 kök 48. Kök 48-i də böləndə kök 24-də bizə verəcək kök altında 2-ni. 56-cı suala baxırsınız. Kök altında 4 kök altı 16-dır. Kök altı 16-dan 4 çıxır. Ona görə vuracaq 4 vur 4. 4 vur 4-dən nə çıxacaq? Kök 16-dan da çıxacaq təzələnən nə? 4. Düzgün cavab olacaq A variantı. 57-ci sualda isə yenə kök 9-dan 3 çıxır. Cavab olacaq nə? Kök altı 3 vur 3 kök 9. Oradan da 3 çıxacaqdır. Yaxşı, 58-ci suala baxaq. 58-ci sualda deməli 3 kök 2 vur kök 5 3 kök 10 vurulsun 4 kök 10. Kök 10-u kök 10-a vuranda 10. 3-ü 4-ə vuranda 12. 12-ni 10-a vuranda neçə eləyəcək? 120. Düzgün cavabımız olacaq A variantı. 59-cu suala keçid alırıq. Deməli bu sualda bizə deyir 2 kök 2 vurulsun. 5 kök 3 vur kök 6. Yaxşı, 2 kök 2-ni 5 kök 3-ə vuranda 2 vur 5 10. Kök 2-ni kök 3-ə vuranda kök 6 vurulsun yenə kök 6. Kök 6 kök 6-ya 6 10-da 6-ya eləyəcək nə? 60. Düzgün cavabımız olacaq Y variantı. 60-cı suala keçid alırıq. 60-cı sual deyir ki, A-nın hansı qiymətində kök altında mənfi A kubu ifadəsinin mənası var? Təbii ki, burada A kiçik bərabər 0 olduqda bu mənası var. 61-ci sualda isə deyir ki, A-nın hansı qiymətində ifadənin mənası var? Burada da yenə A nə olmalıdır? 0-dan kiçik bərabər olmalıdır ki, ifadənin mənası olsun. 62-ci suala keçid alırıq. 62-ci sualda deməli, mən kökün altında 49-u ortaq vuruq kimi çıxarsam mötərizə xaricinə, qalacaq 0.87, üstə gəlsin 0.82. Bu da bizə verəcək nəyi? Kök altında 49 vurulsun 1,69. 49-dan 7 çıxır, 1,69-dan 1,3 çıxır. 7-ni də 1,3-ə vuranda eləyəcək nə? 9,1. Yəni düzgün cavab olacaq B variantı. 63-cü sualda isə deməli, ortaq vuruq kimi nəyi çıxardarıq? 1,44-ü çıxardarıq. Bizə verəcək 1,21 çıxılsın 0,4. Bu da olacaq kökün altında 1,44 vurulsun 0,81. 1,2 vurulsun 0,9. Bu da bizə verəcək 0 yüzdə neçə? 12-nin 9-a 108. 1,8. Düzgün cavab olacaq D variantı. Altmış dördüncü sualda nə deyir bizə? Kök altında 0 tam dövründə 4-dür. Bunu yazırıq 9-da 4. Çıxılsın 3-də 1. Bizə verir 3-də 2 çıx 3-də 1. Yəni cavab olacaq 3-də 1. D variantı. 65-ci sualda 9-da 4 yenə 3-də 2 üstə gəl 3-də 1 eləyir 3-də 3. Düzgün cavab olacaq 1. 66-cı sualda necə yazarıq? Bunu kök altında 6,3 yazıram. 63 bölünsün 10 vurulsun. En kökün altına salıram. 1,7-də 3 eləyəcək. 7-də 10.
Onlar getdi, qaldı. Kök altı 63 bölü 7, yəni kök 9. Kök 9-dan nə çıxır? Kök 9-dan çıxır 3. Düzgün cavab olacaq C variantı. İndi isə 67-ci suala. 67-ci sualda isə bizə deyir ki, kök altta 1,2 onu yazıram 12 bölü 10 vurulsun 3-də 10. Bunlar getdi, kök 4-dən nə çıxır? 2 çıxır. 68-ə baxırıq. Burada kök altda 47 üstə gəlsin, kök 7 çıx 3. 7-dən 3 çıxan nə qalacaq? 4 qalacaq. Kök 4-dən 2 çıxır. Kök 47-nin üstünə 2 gələndə eləyəcəyinə kök 49. Kök 49-da nə çıxacaq? 69-cu sualda isə kök altında 28 çıxılsın. Kök altda 5 üstə gəl 4, yəni kök 9. Bu kök 25 eləyəcək. Burada nə çıxacaq? 5 çıxacaq. Düzgün cavab olacaq D variantı. 70-ci sualda mənfi ədədi tapın. Hər birini kvadrata yüksəldirsiniz. 4-ün kvadratı 16. Kök 14-ün kvadratı 14. 16 çıxı 14 müsbət eləyir. Getdi. Müsbətdir bu. 2-nin kvadratı 4. Kök 3-ün kvadratı 3. 4 çıxı 3. Yəni 0-dan böyükdür. Yəni bu müsbət elədi. Mənfi eləmədi. 2 kök 2-nin kvadratı eləyəcək. Kök 8. Kök 6-nın kvadratı eləyəcək. 6. 8 çıxı 6. Bu da 0-dan böyükdür. D variantına baxın. 3-ün kvadratı 9. Kök 11-in kvadratı 11. 9 çıx 11 bizə mənfi ədədi verəcəkdir. Deməli, 3 çıx kök 11 mənfi ədəddir. 71-də də müsbət ədədi tapın. Kök 7-nin kvadratı 7, 3-ün kvadratı 9, 7 çıx 9 mənfidir. Kök 7-nin kvadratı 49, kök 50-nin kvadratı 50, 49 çıx 50 mənfidir. 2-nin kvadratı 4, kök 6-6-nın kvadratı 6, 4 çıx 6 mənfidir. 6-nın kvadratı 36, kök 35-in kvadratı 35, 36 çıx 35 müsbətdir. Deməli, 6 kök 35 müsbət ədəddir. 72-ci suala baxırıq gənclər. 72-ci sualda 2 üstü mənfi 2 vurulsun 2 üstü mənfi 12 bölünsün 2 üstü mənfi 14. Bu da olacaq 2 üstü mənfi 14 bölünsün 2 üstü mənfi 14. Bu da bizə verəcək müsbət 1. Yəni ədədə öz-özünə böləndə nə qalacaq? 1 qalacaq. 73-cü suala baxırsınız. 2 üstü mənfi 3 vurulsun 2 üstü mənfi 12 bölünsün 2 üstü mənfi 15. Eyni qayda ilə nə qalacaq? 1 qalacaq. 74-cü suala keçid alırıq. 74-cü sualda bizə verib ki, A mənfidir. 1 onda 4 kök altda A üstü 22. Təbii ki, buradan çıxır 1,4 modul A üstü 11. A mənfi olduğuna görə buradan çıxacaq mənfi 1 onda 4 A üstü 11. Düzgün cavabımız olacaq C variantı. 75-ci sualda isə mənfi 2 onda 5 A üstü 13 olacaq. X üstüdür. Yəni x üstü 13. Düzgün cavab olacaq A variantı. Gəlib 76-cı suala keçid alırıq. 76-cı sualda x üstü qüvvətin qüvvəti qüvvətlərin A-sına bərabərdir. 3-də 4-ü 5-də 3-ə vuranda eləyəcək x üstü 5-də 4 vurulsun x üstü mənfi 5-də 3. Təbii ki, qüvvətlər toplanır. 5-də 4-ün üstə mənfi 5-də 3 gəlir. 5-də 1 eləyir. Cavab olacaq x üstü 5-də 1. Yəni D variantı. 77-ci suala keçid alırıq. Kök 64-dən 8 çıxır. 3 vur 8 çıxılsın. 2 vur 5 üstə gəlsin 10. Yəni 24 çıx 10 plus 10. Bunlar getdi nə qaldı? 24 qaldı. 78-ci sualda 2 vur 9 kök 81-dən 9 çıxdı. Üstə gəlsin 3 vur 4 çıxılsın 11. 18 plus 12 çıx 11. O da eləyəcək 19. Düzgün cavabımız olacaq C variantı. 79-cu suala keçid alırıq. 79-cu sualda deyir ki, bizə 7-ci dərəcənin kök altında mənfi A üstü 7 bizə verəcək mənfi 6-nı. Çıxılsın müsbət 7, çıxılsın 3-ün kvadratı, yəni 9. Niyə 3-ün kvadratı? Çünki bu 4-cü dərəcədən mənfi 3-ün 8-dir. Buradan çölə 3-ün kvadratı çıxacaq. Bu da olacaq mənfi 22. Düzgün cavabımız olacaq A variantı. 80-ci suala keçid alırıq. 80-də deməli kök altında 2 kök 64. Kök 64-dən 8 çıxır. 2 vur 8 16. 16-dan nə çıxır? 4 çıxır. 81-ci suala keçid alırıq. 81-ci sualda deməli x üstü 6-da 5 vurulsun. X üstü mənfi 3-də 1-i mənfi 6-da 2 yazıram. Bölünsün x üstü
4-də 3. Buradan nə çıxır? Surətdə deməli 6-da 3, yəni 2-də 1 olacaq. X üstü 2-də 1. Bildinizdə nə 2-də 1? 6-da 5 ilə mənfi 6-da 2-ni toplayanda 6-da 3 eləyir. O da 2-də 1 eləyir. Bölünsün x 4-də 3. Üstlər çıxılır. 2-də 1 çıx 4-də 3. O deyəcək x üstü 4-də 2 çıx 4-də 3. X üstü mənfi 4-də 1. Düzgün cavabımız olacaq A variantı. Keçirik 82-ci suala. 82-ci sual muxtasarıma düsturudur. Yəni 2 kök 3 çıx 3 kök 5-in kvadratı. Birincinin kvadratı 2 kök, yəni A kvadrat çıx 2AB üstə gəlsin. B kvadrat düsturlu açacaq. A kvadratı bizə verir 12-ni çıxılsın. Hasilin kimisli eləyəcək 12 kök 15 üstə gəlsin. İkincinin kvadratı 45. O da bizə verəcək 12 üstə gəl 45 57 çıx 12 kök 15. Deməli düzgün cavabımız olacaq Y variantı. 83-cü sualda mənfi 17-nin kvadratı kök altında 17-dir. Çıx 15 üstə gəl 7-ni verir. Bu da olacaq 9. Düzgün cavabımız olacaq A variantı. 84-cü sualda 4 kökü vurulsun kök 3 eləyəcək. 4 kök altı 6 vur 7 kök altı 6. Kök altı 6-nı 6-ya vuran, kök altı 6-ya vuran eləyəcək 6. 4 vur 7 vur 6. Bu da eləyəcək bizə nəyi? 168. Düzgün cavab olacaq C variantı. Gəldik 85-ci suala keçid alırıq. 85-ci sualda kök 25 çıxılsın. 3 kök 9. Təbii kök 9-dan 3 çıxır. 3 üstə vuranı 9. 25-dən 9 16. Kök 16-dan nə çıxır? 4 çıxır. Düzgün cavab olacaq C variantı. 86-cı suala baxırıq. 15 üstə gəlinsin 13 çıxılsın 17. Bu bizə verəcək 28 çıx 17 11. Düzgün cavabımız olacaq Y variantı 11. Gəldik 87-ci suala baxırıq. 87-ci suala deyir ki, kəsrin məxrəcini rəsmiyyatdan azad edin. Biz bilirik ki, kəsrin məxrəcini rəsmiyyatdan azad etmək üçün sürət və məxrəcin qoşmasından vurmaq lazımdır. Onda olacaq 18 bölünsün 2 kök 5 çıxılsın 2-dir. Çox üzr istəyirəm. 2 kök 5 çıxılsın kök 2-dir. Bunu onda sürət məxrəci mən nəyə vurmalıyam? Sürət məxrəcini vurmalıyam. 2 kök 5 üstə gəlinsin 2-yə. Məxrəci deməli 2 kök 5 çıx 2 vurulsun 2 kök 5 üstə gəl 2. Sorry gənclər, kökü burada yemişəm. Kök 2 kök 2. Aha. Məxrəcdə açıq B vurası üstə gəl B düsturudur. 2 kök 5 çıx kök 2-ni 2 kök 5 üstə gəl kök 2-yə vuranda olacaq 2 kök 5-in kvadratı çıx kök 2-nin kvadratı. 2 kök 5-in kvadratı eləyir nə? 20. Kök 2-nin kvadratı eləyir 2. Burada da 18 vurulsun 2 kök 5 üstə gəlsin kök 2-dir. Bu 18 ilə bu 18 ixtisar getdi, nə qaldı? 2 kök 5 üstə gəlsin kök 2. Yəni A variantı. 88-ci sualda deyir ki, kök 33 hansı iki ardıcıl naturallar arası yerləşir? Təbii ki, bu 5 ilə 6 ədədidir. Kök 13 isə 4 ilə 5 arasında yerləşir. 4-ün kvadratı, çox üzr istəyirəm, 3 ilə 4 arasında yerləşir. 3-ün kvadratı 9, 4-ün kvadratı 16. 80-ci suala baxırıq, hansı ifadənin mənası yoxdur? Təbii ki, biz burada baxmalıyıq. Cüt dərəcədən mənfi ədədlər D variantı 6-cı dərəcədən kök 6 mənfi 125 eləyir. Cüt dərəcədən kökün 6 mənfi ədədin mənası yoxdur. 91-ci suala keçid alırıq. Gördüyünüz kimi ədədin üstü mənfidir. Ona görə 4-də 3 üstü mənfi 1 eləyəcəyinə 3-də 4. 91-ci suala baxırıq. M üstü mənfi 2 üstü mənfi 1 M-in kvadratı. N üstü mənfi 1 düşür məxrəcə N. P üstü mənfi 3 üstü mənfi 1 də P-nin kubunu verəcək. Yəni 4M kvadratı P kub bölünsün 3N. B variantı. 92-ci suala keçid alırıq. 92-ci suala deməli kök 15 çıx kök 6-dan kök 3-ü mötərizə xaricdən çıxardırıq. Qalır kök 5 çıxılsın, kök 2 vurulsun. Kök 5 üstə gəlsin, kök 2. Kök 3 vurulsun. 5 çıx 2, o da eləyəcək 3 kök 3. Düzgün cavabımız olacaq A variantı. 93-cü suala keçid alırıq. Burada deməli kök 2-ni çıxardırıq, qalır kök 3 üstə gəl kök 7 vurulsun. Kök 3 çıx kök 7. Yenə A kvadrat çıx B kvadrat üstürü alınır. Kök 2 vurulsun 3 çıx 7 mənfi 4 kök 2. Düzgün cavabımız olacaq B variantı. 94-cü suala keçid alacağıq.
4.2 a üstü 7 mənfi 5 üstü mənfi 13 1 bölünsün mənfi 5 üstü 13 deməkdir. Vurulsun, deməli, kök 10 böl 42-nin kvadratı 10 böl 42 eləyəcək. A üstü mənfi 3-ün üstü 2 a üstü mənfi 6-nı verir. B üstü 6 üstü 2 ilə B üstü 12-ni verir. Baxın, bu 4.2-ni mən 42 böl 10 şəklində yaza bilərəm, düzdürmü? Onda 42 böl 10 ilə 10 böl 42 ilə ixtisar getdi. A üstü 7-ni A üstü mənfi 6-ya vuranda A üstü 1. 5 üstü 12 ilə 1 böl mənfi 5 üstü 13-ü vuranda eləyəcək nə? Mənfi 1 böl B. Yəni düzgün cavabımız olacaq mənfi A bölünsün B. Yəni Y variantı. 95-ci suala keçid alırıq. 95-ci sualda isə 3/6-nı yazıram 36 böl 10. A üstü mənfi 9-u 1 böl mənfi A üstü 9 yazıram. Vurulsun B üstü 11. Vurulsun kök altda 10 böl 36-nın kvadratı olacaq. 10 bölünsün 36. A üstü 8. B üstü mənfi 10. Baxın, bunlar ixtisar. A üstü 8 ilə mənfi 1 böl A üstü 9 ixtisar gedir. Nə qalır? Mənfi 1 böl A. B üstü mənfi 10 ilə B üstü 11 vuranda eləyəcək B. Yəni mənfi B bölünsün A qalır. Bizim cavabımız olacaq burada Y variantı. Eyni 96-cı suala baxsaq, bu ikisi ixtisar gedir. A üstü mənfi 5-i A kubuna vuranda, A kubu deyil, çox üzr istəyirəm. A kubunun kvadratı A üstü 6 eləyir. Deməli, A üstü mənfi 5 vurulsun A üstü 6. Mənfi 5 üstü 17-ni də vuranda, mənfi 5 üstü 17-ni də vuranda 5 üstü mənfi 16-ya qalacaq mənfi AB. Burada isə cavab olacaq nə? Mənfi AB. 97-ci suala baxırıq. 97-ci sualda isə 2 çıx kök 15 vurulsun kök 15 plus 2-dir. Yəni bunu biz yaza bilərik. 2 çıx kök 15 vurulsun 2 üstə gəl kök 15. Yəni toplamları yeni dəyişə bilərik. Bu da A kvadrat çıx B kvadrat düsturunu verir. Yəni 4 çıx 15. Yəni mənfi 11. Düzgün cavab olacaq B variantı. 98-ci sualda isə eyni qaydada 3 çıx kök 17 vurur 3 üstə gəl kök 17 yazsaq 9 çıx 17. Bu da olacaq mənfi 8. 99-cu sualda deməli sürət məxrəci məxrəcin qoşmasına vursaq 3 vurulsun 3 üstə gəl kök 2 bölünsün 3 çıx kök 2 vurulsun 3 üstə gəl kök 2 yazsam deməli təbii ki məxrəcdə alınacaq 9 çıx 2 sürətdə də alınacaq 3 vurulsun 3 üstə gəl kök 2 bunu da açıram elə yazıram 9 üstə gəlsin 3 kök 2 bölünsün 7. 9 üstə gəl 3 kök 2 böl 7. Düzgün cavab olacaq B variantı. 100-cü suala keçid alaq. 100-cü sualda da sürət məxrəci məxrəcin qoşmasına vursam birbaşa vururam. 1 üstə gəl kök 3. Çünki məxrəc 1 çıx kök 3-dür. Burada da 1 çıx kök 3 vurulsun. 1 üstə gəl kök 3 yazıram. Məxrəcdə alınır mənfi 2, mənfi 2, 2 vurulsun 1 plus kök 3. Bunlar getdi, qaldı mənfi 1 çıx kök 3 və yaxud da ki, mənfi keçir qabağa. Mənfi mötərizədə 1 plus kök 3. 101-ci suala keçid alırıq. 5-ci dərəcənin kök altında açıq B vur A üstə gəl B eləyir A-nın kvadratı çıxılsın B-nin kvadratı. Bu da bizə verir kök altına 5-ci dərəcədən 9 çıxılsın 8. Yəni 1 verəcək bizə. 102-ci sualda da olacaq 5-ci dərəcədən kökün altında 7-nin kvadratı çıxılsın 4 kök 3-ün kvadratı. Yəni bu da 49 çıx 48 eləyir. Buradan nə çıxır? 1 çıxır. 103-cü suala baxırıq. 103-cü sualda isə bizə verib ki, x müsbət y mənfidir. Kök altda 75-i mən yazıram nə? Deməli 5 kök 3 yazıram kök 75-i. X kubunu yazıram. Kök altda x kvadratı vurulsun x, yəni x kök x. X müsbətdir olduğu kimi qalır. Amma y üstü 6-dan y kubu çıxır. Mənfi y kubu yazacağım bunda vurulsun. Cavab olacaq nə? Mənfi 5 y xy kubu belə yazaq, birinci x yazaq. Xy kubu kök altında 3x.
Gördüyünüz kimi düzgün cavabımız olacaq C variantı. 104-cü sual keçid alırıq. 104-cü sualda gördüyünüz kimi mənfi 0,2-nin kvadrat edəcək 0,4. Kök altdan mənfi 0,2-nin kvadratına isə olacaq 0,2. İlkin cavab olacaq 0,24. Yəni A variantı. 105-ci sualda isə 0,49, 0,7, 0,49 ilə 0,7-ni toplayanda eləyəcək 1,19. Yəni C variantını verəcək bizə. 106-cı suala keçid alırıq. 106-cı sualda isə 80/4-də 1 yazıram. 3/4, üstü 4-də 1. Çıxılsın 3 kök 3 vur. Üstü 2-də 1 də kök 3-dür. Olacaq nə? 3 çıxılsın 9. O da eləyəcək -6. Düzgün cavabımız olacaq A variantı. 107-ci suala keçid alaq. 32 üstü 5-də 1 eləyəcək 2 üstü 5 üstü 5-də 1. Çıxılsın 4 kök 2-nin kvadratı bizə verir 32-ni. Yəni 2 çıx 32 eləyəcək -30. Düzgün cavabımız olacaq -30. Yəni C variantıdır. 108-ci suala keçid alacağıq. Kök A çıx kök B bərabərdir 5,6 və A çıx B də 36,4-dür. Yaxşı, mən A çıx B, baxın buradan 36,4 yazısından A çıx B-ni mən yaza bilərəm ki, kök A çıx kök B vurulsun kök A üstəgəl kök B bərabərdir 36,4-ə. Buradan kök A çıx kök B 5,6-dır. Bunun yerinə mən 5,6 qoysam, burada nə çıxır gənclər? Çıxır ki, kök A üstəgəlinsin kök B bərabərdir 36,4 bölünsün 5,6. Bu da bizə verir nəyi? 5,4'dür. Düzgün cavabımız olacaq B variantı. Yox, 5,4'ü verməz. Səhv dedim. 5,4'ü verməz. Baxaq görə nəyi verir bu bizə? Böləndə bizə verəcək 6,5'i. Düzgün cavabımız olacaq Y variantı. 109'a baxırıq. Kök 7 çıx kök altda 6 m'dir. Kök 7 üstəgəl kök altda 6 nədir? Buna bir x deyirəm. Bunları alt-alta vursaq nə alınır? Kök 7 çıx kök altda 6 vurulsun. Kök 7 üstəgəlinsin kök altda 6 bərabərdir mx-ə. Buradan 1 bərabərdir mx, x bərabərdir 1 böl m. Yəni düzgün cavabımız olacaq D variantı. Eyni ilə 110 sualda da olacaq nə? 1 bölünsün n Y variantıdır. 111-ci suala keçid alacağıq. Ümumiyyətcə, niyə 109-110 oldu? Hasili 1-ə bərabər olan ədədləri onsuz biz demişik. Tərs ədədlərdir. Kök 7 çıx kök altda 6-nın kök 7 üstəgəl kök altda 6-ya varanda 1 edir. Yəni bunlar tərs ədədlərdir. Yəni bunun biri m-dirsə, o birisi 1 böl m olacaq. Onu da buradan da bilə bilərik. 111-ci sual maraqlı sualdır. Baxın 111-ci suala. X çıx 2 vurulsun. Kök altından x kvadratı üstəgəl 2 bölünsün. 2 çıx x-in kubu. Baxın, kök 6 ifadənin mənası olması üçün kök 6 ifadənin qiyməti 0-dan böyük bərabər olmalıdır. Təbii ki, burada kəsrə baxın, surət x kvadrat üstəgəl 2 həmişə müsbətdir. Məxrəci deməli müsbət olmalıdır. Deməli, x kiçikdir, bərabərdir 2-dən. Bərabər ola bilməz, məxrəci 0 ola bilər. Ona görə x kiçikdir 2-dən. Yaxşı, x 2-dən kiçiksə deməli, bu ifadənin qiyməti mənfidir. Çünki x çıx 2 mənfi qiymət alacaq. Bunu da kök işarəsi altına salanda neyəcəm? Mənfini çıxardacam qabağa. Bunu 2 çıx x kimi kökün altına salacam. Olacaq x kvadratı üstəgəl 2 vurulsun. 2 çıx x-in kvadratı. Mənfini qabaqda saxlayıb yerini dəyişib içəri saldım. 2 çıx x-in kubu. Kubla kvadrat getdi. Nə qaldı? Qaldı mənfi kök altında x kvadratı üstəgəl 2 bölünsün. 2 çıx x. Yəni düzgün cavabımız olacaq A variantı. Keçək 112-ci sualı. Bununla yəni eyni analog sualdır. Yazaq 112-ci sualı. Burada da yenə gördüyünüz kimi ifadənin surəti müsbətdir. Məxrəc mənfi ola bilməz. Yəni x çıx 3 böyüdür 0-dan, x də böyükdür 3-dən. X 3-dən böyükdür deyə 3 çıx x mənfi qiymət alacaq. Mən bu elə bir 3 çıx x-i mənfi x çıx 3 kimi yazıb x çıx 3-ü salacam kökün altına, mənfi qalacaq kökün çölündə. Yəni mənfi kök altında
x çıx 3-ün kvadratı vurulsun x kvadrat üstə gəl 3 bölünsün x çıx 3-ün kubu. Burada kvadratla kub getdi, qaldı mənfi. Kök altında x kvadrat üstə gəl 3 bölünsün 3, x çıx 3 hansı variant olacaq? D variantı. 113-cü suala keçid alırıq. 113-cü sualda deməli surətdə kök 6-nı çıxardıram mötərizə xaricinə. Nə qalacaq? Qalacaq 1 üstəgəlsin, kök 2 üstəgəlsin, kök 3. Aşağıdan da kök 2-ni çıxardıram, nə qalır? 1 üstəgəlsin, kök 3 üstəgəlsin, kök 2. Bunlar ixtisar, nə qaldı? Kök 6-da 6 böl kök 6-da 2 eləyəcək kök 3. Və yaxud da yuxarıdan elə kök 3-ü də çıxartsaydım, aşağıdakına ixtisar gedərdi. Məsələn, 114-cü suala baxaq. 114-cü sualda surətdən kök 5-i çıxartsam, kök 5-i çıxardan nə qalır? Kök 3 üstəgəlsin, kök 6-da 6 çıx, kök 9. Məxrəcə isə qalacaq kök 3 üstəgəlsin, kök 6-da 6 çıx, 3 də kök 9-u verir axı bizə. Bunlar ixtisar getdi, nə qaldı? Kök 5 qaldı. 115-ci sual isə müxtəsar modüsturudur. 3 kök 7 üstəgəl, 3 kök 2 üstəgəl kök 7-nin kvadratı, 3 kök 2-nin kvadratı eləyir 18. Üstəgəlinsin, hasilin iki misli eləyir 6 kök 14 üstəgəlinsin 7. Üstünə gəlinsin. 3 kök 14-ün kvadratı bizə nəyi verir? 9 vur 14 deməli 90, 36, 126. Çıxılsın hasilin iki misli 6 kök 14. Üstə gəlsin 1. 6 kök 14-lər getdi. Deməli, düzgün cavabımız olacaq. 126 üstə gəl 18, 144. 144-ün üstə 8 gələndə 152. Düzgün cavabımız olacaq. C variantı. 116-cı sualda bunun kimi hesablama sualdır. 116-cı sualda bizə deyir ki, 2 kök 5 çıx kök 3-ün kvadratı verəcək bizə 20. Üstə gəl 3 çıxılsın 4 kök 15. Üstünə gəlinsin 1 üstə gəl 60 çıx, yox üstə gəl olacaq 4 kök 15. Bunlar getdilər, qaldı deməli 23 üstə gəl 61 84. Düzdürmü? Düzgün cavabımız olacaq Y variantı. Gəlirik 117-ci suala baxırıq. 117-ci sualda bizə deyir ki, A müsbət B mənfidir. Kök altda 9B üstü altdan çıxır 3 B-nin kubu modulda bölünsün modulda A. A müsbət B mənfidir olacaq mənfi 3 B kubu böl A. Yəni düzgün cavab olacaq A variantı. 118-ci sualda isə deməli olacaq 2 modul X deməli Y-in kubu orada da modulda deməli Y-in kubu olacaq. Buradan X müsbət Y mənfidir. Onda olacaq 2X mənfi Y kubu mənfini çıxardım qabağa. 2X Y-in kubu mənfisi ilə olacaq B variantı. 119-cu suala keçid alırıq. 119-cu sualda deməli kök altda kök 15 çıx 4-ün kvadratdan çıxır. Modulda kök 15 çıxılsın 4. Təbii ki, kök 15 4-dən kiçik olduğuna görə yerlər dəyişir. Modulun xassəsinə görə 4 çıx kök 15 alınır. Düzgün cavab olacaq B variantı. 120-ci sualda isə gənclər eyni ilə deməli yerlər dəyişəcək olacaq. 5 çıx kök 14. Yəni C variantı olacaqdır. 121-ci sualda isə 3 kök 60 çıxılsın 10 kök 6-da 0,6-dır. Mən məsələni necə həll edərəm? Onu kökün altına salsam 3 kök 60 çıxılsın kök altda 100 vur 0,6 kök 60-ı verir. Bu bizə verir 2 kök 60. Çünki 3 kök 60-dan 1 kök 60 çıxanda 2 kök 60 qalır. Kök 60-ı da mən 4 vur 15 yazsam, kök 4 vur kök 15 yazsam 2 vur 2 kök 15 alınır. Yəni düzgün cavab olacaq 4 kök 15. Gəlirik 122-ci suala keçid alırıq. 122-ci sualda isə veribdir 27 üstü 1,2. 27 üstü 1,2-ni yazıram. 3-ün kubu üstü 1,2 vurulsun 4 yazıram. 2-nin kvadratı üstü 0,6 bölünsün
3 vur 0,6 vurulsun 2 üstü 0,2. Buradan alınır ki 3 üstü 3,6 vurulsun 2 üstü 1,2 bölünsün 3 üstü 0,6 vurulsun 2 üstü 0,2. Bu da bizə nəyi verir? Verir 3 üstü 3 vurulsun 2 üstü 1. Yəni 27 vur 2 neçə eləyəcək? 54 edəcəkdir. Düzgün cavabımız olacaq D variantı. 123-cü suala keçid alırıq. 4-cü dərəcədən 16 A üstü 6 B üstü 6. Bunu yazıram 4-cü dərəcədən 16, 4-cü dərəcədən A üstü 6, 4-cü dərəcədən B üstü 6. Yaxşı. 16-dan nə çıxır? 2. A üstü 6-nı 4-cü dərəcədən A üstü 4 vurulsun. A kvart yazanda olacaq. A 4-cü dərəcədən A üstü 2. Düzdür. B üstü 6 vur B üstü 2. B üstü 6-nı B üstü 4 vur B üstü 2 yazsam. B 4-cü dərəcədən B-nin kvadratı qalır. Burada da deməli 2AB deməli kök altında AB qalır. Sadəcə fikir verin. A mənfi olduğuna görə burada modul AB çıxmalı idi. Modul B çıxmalı idi. Bunu qeyd edeyim. Və mənfi çıxır qabağa. Çünki A mənfidir. Mənfi 2AB kök altında AB. Yəni düzgün cavab olacaq A variantı. Gəldik 124-cü suala keçid aldıq. 124-cü sualda gənclər bizə deyir ki, kök altı 3-ün kvadratından 3 çıxır, mənfi 3-ün kvadratından 3 çıxır, çıxılsın 9, çıxılsın 27. 6 çıx 9, mənfi 3, mənfi 3 çıx 27 eləyəcək nə? Mənfi 30. Düzgün cavabımız olacaq Y variantı. 125-ci sualda isə deməli 4 çıx 2 üstəgəl 16 çıx 32. 4 çıx 2 2 eləyir. 2-nin üstə 16 gəlində 18. 18-dən 32 çıxanda nə olacaq? Mənfi 14 olacaq. Düzgün cavabımız. Bir dənə baxım görüm nə səhv elədim. Mənfi 2-nin kvadratından 2 çıxır axı burada. 2-lər getdi. 16 çıx 32-dən nə çıxacaq? Mənfi 16. Düzgün cavab olacaq C variantı. 126-cı suala baxırıq. 9 üstü 2-də 1-dən 3 çıxır. Gəlin açıq yazım. Deməli 3-ün kvadratı üstü 2-də 1 yazıram. 9 üstü 2-də 1 0,125-in üstü mənfi 1. Yəni 0,5-in kvadratı üstü mənfi 1 verir. Üstə gəlinsin 32 üstü 0,6. Bu da olacaq 2 üstü 5 üstü 0,6. Yaxşı. Buradan çıxır. 2 ilə 2-də 1 getdi 3. Üstə gəlsin. Bu 0,2-də 1-dir. 2-də 1 üstü mənfi 2. 4-ü verir. Üstə gəlsin. 2 üstü 5 üstü 0,6. 2-nin kubu 8-i verir. Bu da olacaq 15. Düzgün cavabımız olacaq D variantı. Bir də baxa bilərsiniz. Yəni, baxın 0,5 2-də 1-dir. 2-də 1-in üstü mənfi 2 eləyir də. 2-də 1-in üstü mənfi 2 bizə verəcək nəyi? Ədədin üstü mənfi ədədin tərsidir axı. 2-nin üstü 2-ni verəcək. Yəni, oradan 4 çıxır. Yəni, bax, bu 4-ü buradan aldım. Burada isə 2 üstü 5 üstü 0,6-dır. 5-i 0,6-ya vuranda 3. 2-nin kubu da eləyir 8. O 8-i də bax oradan almışdım. Bu da bunun izahı. 127-yə baxırıq. Olacaq kök 2 vurulsun. 4-cü dərəcədən kök altda 2 üstü 6. Bu da olacaq kök 2 vurulsun. Kök altında 2-nin kubu. Nəyə görə? 4-ün 6 getdi. Burada qaldı 3. Burada qaldı 2. 2-ci dərəcə təbii ki yazılmır. Bu da kök altında 2 üstü 4 eləyir. Yəni kök altında 16. Oradan nə çıxacaq? 4 çıxacaq. Düzgün cavabımız olacaq A variantı. 128-ci sualda isə gəlin baxaq 128-ə. Deməli 3-cü dərəcədən kök altda 3. 3-cü dərəcədən kök altda 3-ün üstü 5. Bu da 3-cü dərəcədən 3 üstü 6. 6-ın 3 gedir. Qalır 3-ün kvadratı. Yəni 9. Düzgün cavabımız olacaq A variantı. Gəldik 129-cu suala. Kök altda 24-ün kvadratından 24. Kök altda 18-in kvadratından 18. Cavab elədi 6. Düzgün cavabımız olacaq D variantı. A bölü 1. A bölü B bərabərdir 1 bölü 4. Ən qısa yolunu deyirəm bunun. A-ya 1, B-yə 4 deyirsiniz. Olur kök altında 1 üstə gəl 8. Çıxılsın kök altında 4 çıx 3. Bölünsün. Kök altında 4 üstə gəlinsin 12. Üstə gəlsin kök altında 13 çıxılsın 4.
Heç nə bunun qiymətini hesablayırsınız gedir. Qalır 3 çıx 1 bölünsün 4 üstəgəl 3. Yəni 2 böl 7 qalacaqdır. Düzgün cavabımız olacaq Y variantı. 131-ci sualda deməli 3-cü dərəcənin kök altda 25. Yəni yazıram 5-in kvadratı. 135-i də yazırıq ki 135-i 5 vur 27 yaza bilərəm də, düzdür? 5 vur 27. Nə oldu? 3-cü dərəcədən 5-in kubu və 3-ün kubu. Orada nə çıxacaq? 5 vur 3. Yəni 15 çıxacaqdır. 132-ci suala baxın. 132-ci sualda ədəd 0-1 aralığında yerləşir. Mən bayaq demişdim ki, ədəd 0-1 aralığında yerləşirsə, qüvvət böyüdükcə ədəd kiçilir. Hansının qiyməti ən kiçik olar? Qüvvəti ən böyük olanın ən böyük qüvvət hansındadır? Y variantındadır. Düzgün cavab olacaq Y variantı. 133-ə də baxaq. 133-cü sualda isə bizə verib 3/2-də 1. Bunu yazıram 2-də 7 vurulsun mənfi 8-də 7. Deməli, m üstü mənfi 7, n üstü bölünsündür bu. Sorry. Bölünsündür. Deməli, bölünsünü yazaq vurulsun da. Əmsalları vuraq. 2-də 7. Mənfini çıxardan bu qabağa. Vurulsun 8-də 7-də 8. Yerləri dəyişdi. 7-lər ixtisar 7 nə qaldı? Mənfi 4 qaldı. M üstü mənfi 7-ni M üstü mənfi 5-ə böləndə M üstü mənfi 2. N üstü mənfi 7-ni N üstü mənfi 8-ə böləndə N. Olacaq mənfi 4 M üstü mənfi 2 N. Yəni mənfi 4 N böl M-in kvadratı. Və yaxud da C variantı.